Bax diqqətlə yaşa. Bayaqdan yaşıl işıq idi, amma DYP əməkdaşı maşından saxladı. İndi qırmızı yandı, düzdür. Əgər yolda nizamlayıcı varsa, nizamlayıcı kimdir? O DYP əməkdaşı, polis əməkdaşı. Yolda nizamlayıcı varsa, nizamlayıcı işıq orada qüvvədən salar. Bax, gördün, üstün nişanında qüvvədən salar. Yaşıl işıq yananda dedi ki, dayanın, gözləyin. Aha, biz dayanıb artıq gözləmək məcburiyyətindəyik. Artıq komandan ondan gözləməliyik ki, nə zaman o komanda, sürü komandası versə, o zaman sürəcəyik. Bax, işıqın yaşıl işıqdır. Baxa, diqqət edək yola. İşarə versə sürəcək sürücülər. Bax, görsən işarə vermir. Yaşıl işıq yanmağına baxmayaraq, hələ ki işarə vermir. Buradan kadrda düşmür, polis əməkdaşı, amma orada var. Baxmayaraq ki, yaşıl işıqdır, amma hələ biz nizamlayıcıya tabeyik. Belə məqamlara diqqətli olmalısan. Yəni, yaşıl işıq görən kimi sürmək olmaz. Diqqətli ol, yolda polis əməkdaşı varmı? Nizamlayıcı şəxs hansı istiqamətə icra verir? Ümumiyyətlə, nizamlayıcının siqnalları var. Bax, hələ də gözləyirik. Mən çəkiş dayandırıram, amma dərsimiz davam edir.